Qızlar niyə cındır-gədələri sevir? Niyə tərbiyəli, ürəyi təmiz, anı südü ilə böyüyən oğlanlara frenzon atırlar? Çünki qızlar romantik film yox, real həyatda yaşayır. Real həyat isə hisslər üzərində qurulub, məntiq üzərində yox. Red Pill baxışı. Əziz qardaş, sənə bir sir açım. Qızlar dediyim varlıq təbiət etibarilə alfa axtarır. Alfa, bu o demək deyil ki, varlığı oxumuş və ya çox tərbiyəli biri, yox. Alfa dedikdə, özünə güvənən, lazım olanda yox deyə bilən, başını aşağı salıb xahiş etməyən, öz dünyası olan kişi nəzərdə tutulur. Cındır gədə, öz dilimizlə desək, qızın gözündə bu dominantlığı, bu məni istəyirsə özü gəlsin havasını daşıyır. Tərbiyəli oğlan isə, səni çox istəyirəm, yazmağını gözləyirəm, məni niyə sevmirsən deyib özünü yerdən yerə vurur. Qız da deyir, yaxşısan amma və sən qardaşlaşırsan. Hipergamiya oyunu. Qadınlar təbiətən özündən üstün, güclü və təsirli kişi istəyir. Əgər sən öz dəyərini onun gözündə aşağı salırsansa, çox yazırsan, çox istəyirsən, çox verirsən, sən dəyərsiz olursan. Əksinə, cındır gədə heç nə vermir. Soyuqdur, kobuddur, bəzən vecinə də deyil. Nə olur? Qızın içində, niyə bu məni istəmir sual yaranır? Maraqlıdır axı, instinkt işə düşür. Bu oğlan mənim dəyərimi niyə görmür? Drama, hes, cəlb etmə. Tərbiyəli oğlan sakit həyat təklif edir. Cındır gədə isə drama, risk, oyun və təlatım. Qızlar da təəssüf ki, gənc yaşlarda stabil və sakit kişini darıxdırıcı görür. Çünki içində hiss yoxdur, təzyiq yoxdur, emosiya partlamır. Nə etməli? Əgər sən Red Pill-ə oyanmısansa, artıq niyə məni sevmir sualını bir kənara qoymalısan. Əvəzində öz dəyərini tanı, öz məqsədinə fokuslan. Qadın arxasınca yox, öz məqsədinin arxasınca qaç. Yaxşı oğlan olma, real kişi ol. Unutma, qadınlar yaxşı oğlanları dost kimi sevir, amma kişiliyi olanları unuda bilmirlər. Sonda, qızlar cındır gədələri ona görə sevir ki, onlar dominantdır, emosional olaraq çaşdırır və onların yanında qız özünü zəif hiss edir. Bu da qadının biologiyasına zidd deyil, tam əksinə, buna can atır. Sən də ağ paltarlı şahzadə olmaq yerinə oyunu anlayan kişi ol. Qız sənin həyatına gəlib gedən bir hissə olsun, sən onun bütün dünyası yox.